bu xanım bilir ki, bu xanım bu filan kəsin öyün dağıtdı. Ay sağ ol. Özdə bunun da 2 uşağı var, bir uşağı var. Mən də onların bir- hər bilir. şeyini bilirəm ha. Sonra təzədən bu xalq, bu cəmaat olaraq bax, təməl qoyandır. birgəlik yoxdur bizdə. Xanımlarda da birgəlik yoxdur. Bunların da hamısının başı çaşıb. Denən ki, o filan kəsin ailəsini dağıdıb. O olmaz bizim elimizdən, məkanımızdan içəri girmək. Vəsə olmaz. Yəni bunu, ay kişi, sənə qurban olum. Bunu hamı bərabər olaraq, o rus dilində deyirsiniz, boykot eləsin, nə bilim, nə bilmirəm, nə eləsin, ha? Nə deyirlər ona? Yo, ən azından boykot çağırmasınlar. Yəni olmaz. İmkan verməsinlər yəni, buna. biz and olsun Allaha, deyirlər, çıxırlar ağızlarına gələn deyirlər, yeni yetişən uşaqlar da başlayır bunların yolu ilə getməyə, yarı çılpaq. Bax, əyinlərin soyunduqca bunlara artıq pul verir. Bu da üzü o üzə gedir da. Nədir daş dövrünə gedirsiniz? Bədbaxt uşaq bən. Kimdə deyirlər axı? Nədir daş dövrünə Televiziyanın gedirsiniz? oyun qırağı, bunlara pul verənlər kimdir? Elə Bunlar daş- meydanda pul xərcləyənlər kimdir? Özlərin daş dövrünə, and olsun Allaha, bunlar daş dövrünə gedir, dədəmin gör haqqı. Onsuzca da sağlığı görüb dünya da ora gedir, ha. Çünki bu yükü, bu vicdansızlığı, namussuzluğu, qeyrətsizliyi and olsun Allahın izzəti cəlalını Allah götürməyəcək. Və bu şey dağılmalıdır. Ay, elə şey olar ha. Gəl sən ağzıma gələn danış burada. Belə şey danışarlar ha kişi. Kim nə oldu danışır. Kim nə oldu danışır. Sonra indi deyəndə deyirlər ki, bu da başladı danışmağa. Mən nə danışım? Burada gəlim nə danışım? Deyim ki, yaxşı eləyirsiniz. Günü-gündən lütlənirsiniz. Yaxşı eləyirsiniz. Elə şey olar. Geyim olar, açıq da geyim olar. Mən valla pis də baxmıram. Normal geyinən xanımlar var. Belə də var, elə də var. Ha, qardaş. Bunu biraz nizamında tərəzisində eləyən da. Sonra da nə bilim Jennifer Lopez görürlər, filan kəs. Quran haqqı onlar sizdən yaxşı geyinir. Bizim Azərbaycan oxuyanlarından and olsun Allaha yaxşı geyinir. Bunlar ancaq dünyanın harda sarsaq şeylər var. Bax, bir dənə şey edirəm, bu da durub gedirəm. Harda axmaq, gərəksiz, harda səviyyəsiz şey var. Bu cəmaatın, əksəriyyətin cəmaat deyəndə xalq deyəndə belə bu oxuyanlar olsun. Hamısı pis şey götürür. Heç yaxşı şey götürən yoxdur. Mən bayaq bunu dedim ki, biz Avropadan